Ermənistanın baş naziri Nikol Paşinyan biz tam hazırıq dedi. 6 noyabr tarixidir və gündəm xəbərinin efirində bir xəbəri diqqətinizə çatdırırıq. Belə ki, Ermənistan Azərbaycandan Türkiyəyə və geriyə yüklərin avtomobil yolu ilə tranzitini təmin etməyə hazır olduğunu deyib. Gündəm xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bugün keçirilən hökumət icrasında bu fikirləri səsləndirib. Ermənistanın bugündən və sabahdan etibarən Marqaradan Karnitzora və əks istiqamətdə, yəni Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana malların tranzitini təmin etməyə hazır olduğunu bir daha bildirirəm. Biz tam hazırıq deyə Ermənistanın baş naziri açıqlamasında bildirib. Qeyd eləyək ki, Nikol Paşinyan həmçinin vurğulayıb ki, yük maşınları yarım saat ərzində keçid məntəqəsinə çatdıqda xidmət göstərməyə tam hazırdılar. Bu da Nikol Paşinyanın bugün hökumət iclasında verdiyi açıqlamaydı.